Bugün MyFish'ten aldığım balıkla qayıqda lezzetli balık hazırlayacağım. Balığımızın marinadını hazırlayırıq. Yarım adet portakalımızın suyunu çıxarırıq. Yarım da limonumuzu sıxırıq. Çay qaşığı ucunda xardal alabilirik. Bir çay qaşığı qədər bal, barbekü sos, duz, istiyot, paprika əlavə edib qarışdırırıq. Yağlı kağızdan qayığımızı hazırlayırıq. Qayıqlarımız hazırdır. Portakal, soğanı, limonu düzürük. Sonra da balıqlar üzərinə qoyub əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya pişməyə göndəririk. Çox möhtəşəm çıxıb, əllərə sağlıq həyatım. Bu sosla hazırlayım, möhtəşəm olacaq. Yanında bunlar şərindən əla gedir.